Hər vaxtınız xeyir olsun dostlar. Bugün mən sizinlə Netflix saytı üçün ssenarilər, test case'lər yazmaq qərarına gəldim. Əslində ideya belə oldu. Mən çox təklif eləmişəm tələbələrə də, bizi izləyənlərə də ki, istənilən bir saytı götürüb, yaxşı olar Azərbaycan saytına, əgər Azərbaycan bazarında işləmək istəyirsinizsə, götürüb üzərində çalışıb yoxlamaları aparıb nəticələri hazırlayıb, reportları deyək ki, hazırlayıb həmin saytı yığan komandaya göndərə bilərsiniz. Bir növ diqqəti cəlb eləmiş olacaqsınız, həm də təcrübə yığmış olacaqsınız. Internship, özünüzə bir internship proqramı qurmuş olacaqsınız. Hal-hazırda saytın rəhbərliyindən, administrasiyasından heç bir icazə almamışam. Düşünürəm ki, mən burada heç bir qəbahət iş görmürəm. Hətta bəlkə də saytı reklam eləmiş oluram və saytın üzərindən keçib ona uyğun test case'lər yazacağıq. Hətta düşünürəm mən özüm də belə bir sayt istəyərdim ki, bizim YouTube dərslərimiz, Udemy dərslərimiz hamısı elə bu saytda, belə bir saytda olsun. Bəlkə gələcəkdə yaratdıq. Uzun sözün qısası, ola bilsin video çox uzun olacaq. Kofedir, çaydır, nə bilim sudur, nə lazımdır götürün, rahat əyləşin, birlikdə bu işi görək. Deməli, nədən başlayacağam? Problem nə olur? Çətinlik nə olur? Yəni istənilən bir şəxsə deyəndə ki, get götür özün elə, o hardan başlayıb hara getməlidir bilmir. Ən çətini də sayta gəldim, nəyi yoxlayım, necə yoxlayım, hardan başlayım, test case'ləri necə yazım, biraz çətin olur. Mən də düşündüm ki, gəl bunu özüm eləyim, bir nümunə kimi olsun. Necə deyərlər, sən bir dəfə göstər, mən ondan sonra oxşarını eləyə bilərəm. Və bu videoda mən göstərmək qərarına gəldim. Heç bir tələbləri bilmirəm sayta qarşı. Sadəcə bu səs serialına baxırdım əvvəl. Həmin Biz Group Production, burada qeyd olunub. Biz Group Production'ın çəkdiyi serial idi. Həmin seriala baxırdım. Yeni sezonu gördüm ki, artıq Netflixdədir. Oradan Netflixi tapıb bura gəlmişəm. Deməli, burada nə edir? Mən ümumiyyətlə saytı bir neçə hissəyə böləcəm. Amma bunu bölməzdən qabaq mən özüm başladım artıq yazmağa ssenariləri. Çünki ümumi bir ssenarilər, ümumi bir belə deyək, biznes analistin və ya project managerin, product owner'ın görəcəyi işlərdən biri odur ki, həmin şəxs sayta qarşı, veb sayta qarşı, yəni proqram təminatına qarşı olan tələbləri toplayır, funksionallığı başa düşür, onları analiz eləyir və onları user storylərə çevirir. Tələbləri başa düşmək, indi biz aydın məsələ ki, bu sayt müəyyən bir Netflix'in tipindədir. Yəni hansısa bir filmlərə baxmaq istəyirsə, siz daxil olub buradan baxa bilərsiniz. Bu cür saytlar çoxdur. Azərbaycanda bilmirdim ki, var. Bu Netflix mənim üçün birincidir. Amma ruslarda, elə amerikanlarda, türklərdə də böyük ehtimal ki, elə bir saytlar var ki, orada bütün kinoları toplayırlar bir yerə. Özləri çəkdikləri də olur, amma əsas kino industriyada olan kinoları yığıb yerləşdirirlər. Orada biznes tərəfində böyük ehtimal ki, lisenziya və müəyyən bir məsələlər var ki, mən bilmirəm. Hal-hazırda ekranda gördüklərimizə əsasən bu homepage, yəni ilk səhifəni yoxlamağa çalışacağıq. Ssenarilər yazıb test case'lər yazacağıq və bəzi məqamları hələ ki biz yoxlamaq, məsəl üçün mən burada üzərinə gətirdikdə filmlər və seriallar olur. Filmlər indi sizinlə birlikdə yazacağıq. Nə edirik? Deməli götürürük, bu saytı gördük. Mən əlbəttə hamısını bir yerə yerləşdirə bilmirəm. Ona görə mən notepad-i götürürəm, bura gətirirəm. Hələlik, hətta biz bunu yan-yana qoya bilərik. Yan-yana qoyanda sadəcə artıq gördüyünüz menyu dəyişdi. Biz hələ desktop version'dan baxmaq istəyirik və burada notepad üçün biraz az yer qalır. Mütəmadi olaraq açıb baxarıq. Hal-hazırda biz nə görürük burada? Mən bunu hələlik bura yerləşdirim. Hal-hazırda biz görürük ki, bizdə yuxarıda logo var, header hissəsi var. Yəni ümumiyyətlə buranı header kimi baxa bilərik. Yəni bu hissəyə qədər header kimi baxa bilərik.
Yuxarıda menyu hissəsi var və menyu hissəsinin ilk loqo yerləşdirib burada görə bilərik ki, yəni hər yerdə Metaflix-i qeyd eləyəndə o cür qeyd eləyirlər. Metaflix-in loqosudur. Ondan sonra gəlir Metaflix Original və menyu itemları mən inanıram ki, buradan başlayır. Metaflix Original birinci menyu itemdır. Ondan sonra kateqoriyalardır, Cinema Lab-dır. Bu sağ tərəfdə olan naviqasiya menyusu, sol tərəfdə olan naviqasiya menyusudur və sağ tərəfdə axtarış ikonu var, search icon. Ondan sonra dili dəyişmək üçün yer kürəsinin loqosu deyim ya ikonkası var. Bir də giriş et düyməsi var. Əlbəttə giriş etsək bu dəyişəcək. Hələlik ancaq user interface-dən danışırıq və user interface-i başa düşüb ona uyğun ssenarilər qurmaq istəyirik. Əgər biz user story yazası olsaydıq, mən inanıram ki, biz birinci bura üçün, yəni yuxarı hissə üçün bir dənə sadə bir user story yazardıq ki, hansı ki, sadəcə bu elementlərin burada olmasını göstərir və elementlərin üzərində nə yazılar yazılıb, rəngi nə rəngdədir, loqo nə formadadır, hətta loqonu ayrıca bir user story kimi eləmək olar. Bəlkə də heç ehtiyac yoxdur. Hazır yerləşdirib və yazılıb. Məsəl üçün biz daha detallı gedib qeyd edə bilərik ki, buradan bura qədər nə qədər ara olmalıdır, yuxarıdan aşağı nə qədər ara olmalıdır. Amma təsəvvür edirik ki, bunu dizaynerlə danışıb, artıq dizaynerlər bizə təqdim edib bunu, biz artıq bilirik harda nə olmalıdır və indi hal-hazırda həmin dizaynın üzərindən biz yazırıq. Ki, front-end developerlər, user storylər yazırıq ki, front-end developerlərlə back-end developerlər bizim yazdıqlarımıza əsasən bunu eləsinlər. Bu QA-in məsuliyyəti deyil. Bu product owner'ın, project manager'ın ya da business analistin şirkətdən asılı olaraq üzərinə düşmüş bir iş olur. Biz indi nə edirik? Deməli, mən bu yuxarı üçün belə bir yazılar yazmışam. Əvvəl istədim given, when, then formasından istifadə edeyim. Yəni given I am not signed up, yəni qeydiyyatdan keçməmişəm. When I go to the home page of Metaflix, burada qeyd eləmişəm linki ki, yəni bəlkə burada /home düşünürlər, yox. Sadəcə belə bir sayta keçdikdə mən nə görürəm? Yuxarıda görürəm ki, headerdə Metaflix logo var və yerləşdiyi yeri qeyd edirəm ki, top left, yəni yuxarıda və solda of the screen və paddinglər var left side-dan. Ondan sonra qeyd edirəm ki, mən sağ tərəfdə loqoları görürəm. Bu left side olmalıdır. Yox. Burada qeyd edirəm ki, loqonun sağında Metaflix Original Menu Item var. Bir bunların hamısını qeyd edirəm. Yəni biz bunu story kimi yazası olsaq, bizdə gəlir below navbar section və bura qədər menyudur. Deyək ki, biz götürürük, bir dənə normalda necə olur, hal-hazırda yəni mən təcrübədə görürəm ki, deməli bizdə deyək ki, user story-dir, user story və user story-nin title-ı var, navigation, top navigation menu ya da top header yaza bilərik. Top header. Biz burada daha çox user interface-ə köklənəcəyik. Biz burada UI yaza bilərik. Yenə də bu komandadan asılı olaraq müzakirə olunub dəyişdirilə bilər. Deyək ki, burada description hissəsi var. Description hissəsi o hissədir ki, product owner gedib bizneslə danışıb və bizneslə danışdıqdan sonra bu məlumatları toplayıb ki, belə bir şey olmalıdır. Əlavə olaraq, yəni gəlin belə yazaq, C-link yazıb, burada da bir növ hansısa bir dizayn proqramına ya hər hansı bir Photoshop faylı bura attach edib və yazıb design of homepage of
home page. Həmin o ya link kimi olacaq, ya .pdf olacaq, ya nə bilim, PNG olacaq. Ora keçərək istifadəçi artıq Metaflix-in vizual olaraq necə göründüyünü biləcək frontend developer və onu yavaş-yavaş koda çevirməyə başlayacaq. Biz isə burada aşağıda acceptance biz deyəndə bunu da yenə də project manager eləyir. Acceptance criteria. Biz burada acceptance kriteriyaları yazırıq. Yəni acceptance kriteriyaları biz ssenari olaraq yaza bilərik. Yazırıq ssenari 1. Yəni burada indi biz yaza bilərik. Məsəl üçün Metaflix logoya biz nələri görəcəyik də. Yəni burada artıq when given when kimi yaza bilərik. When I go to the home page. Hətta burada əvvəldə də yazmalıyıq ki, given. Given I am not signed in. Burada yazırıq when. Burada artıq yazırıq ki, bunları. Eyni, demək olar ki, eyni qaydada biz yazırıq. Həmişə belə aydın olmur. Yəni, bəzi hallarda elə yazılmış olur ki, biz gərək yenidən oturub onu analiz eləyək və baxaq ki, nəyləri biz yoxlaya bilərik. Bunları ayrı ssenarilərdə bölmək olardı, amma ayrı ssenarilərə ona görə bölmürük ki, çox ssenari sayı olacaq. Biz elə endləri yaza-yaza bunları bura qeyd edirik. Test case'lərdə artıq yaza biləcəyik. Yəni, belə deyək, bunu da götürək, kopya edək. İndi, deməli, mən nə edəcəm? Baxın, mən indi deyək ki, bu ssenari bizdə var da. Mən istəyirəm əslində Bing AI-dan istifadə edeyim. Və orada Bing AI-dan istifadə edərək orada həmin bu ssenari üçün xahiş edeyim ki, please generate test cases for this və burada ssenarini götürürəm, atıram bura. Göndərim. Bu da mənə avtomatik ssenari, test case'ləri yazır. Biz daha çox test case yaza bilərik. Yəni, normalda biz hər ssenari üçün bəlkə də 100 dənə, 150 dənə test case yaza bilərik. Ssenarinin böyüklüyündən asılı olaraq, yəni rəqəmlər əlbəttə dəyişə bilər. Biz indi verify Metaflix logo placement, biz bura daha çox negativ test case'lər də əlavə edə bilərik. Başqa, məsəl üçün, logo olmasa nə olur? Ekran dəyişəndə nə baş verir? Amma bunlar başqa bir story-dən ola bilər. Story ayrıca bir story ola bilər ki, hansı ki, ekranın ölçüləri dəyişəndə nəyi yoxlayacaq, onları orada qeyd edir. Mən bunu kopya edirəm. Gəlirəm bura və burada yerləşdirirəm. Lazımsızları silirik. Bu potential test cases for the provided scenariodur. Deməli, biz burada deyirik ki, verify eləmək üçün nə olmalıdır? Bizim precondition kimi deyil, given user is not signed in when user navigates to the home page və burada artıq gəlir. Hər bir növ baxaq da 1, 2, 3, 4, 5, 5 dənəsinə ayrı-ayrı inanıram ki, bu yoxlama yazır. Amma gəlin bir-bir baxaq görək nə deyir burada. Deməli, verify that the Metaflix logo is displayed at the top left of the screen with appropriate padding from the left side. Normalda test case-də və ya ssenaridə appropriate sözünü istifadə etmək düzgün deyil. Çünki o sözü istifadə edəndə elə çıxır ki, bizim dəqiq bir məlumatımız yoxdur və biz nəyə uyğun onu mühakimə edəcəyik.
deyək ki, mən baxıram, deyirəm ki, hə, bu boyda ara əslində bəs eləyir. Başqası baxıb deyəcək, yox, bu normal deyil axı bu boyda çox aranın olmağı. Yəni ona görə biz test case'ləri yazanda bu cür sözlərdən çalışaq uzaq duraq. Mən indi hal-hazırda paddingin nə qədər olduğunu bilmirəm və burada some padding yazmışam. Gəlin belə bir şey eləyək. Gedək geri o Metaflix-ə və baxaq görək ki, bunu aşağıdan yerləşdirirəm. Baxaq görək ki, orada təxminən nə qədər padding var. Görürsüz, yazılıb, bura tutanda aşağıda yazılıb ki, margin 10 piksel, padding 94 piksel. Yəni aralıq 104 piksel olmalıdır. İndi o padding sözünü mən dəyişəcəm orada. 94 piksel, 104 idi. 104 piksel space olmalıdır. Space from the left side. Əlbəttə ki, həmin məqam gəlib bizdə appropriate-in də yerinə dəyişəcək. 104 piksel. Space from the left side. Mən çox vaxtı konkret rəqəmlərin test case'lərdə, ssenarilərdə istifadə olunmağını görməmişəm. Yəni biz istəsək, biz bunu silə bilərik. Sadəcə dizayna baxıb çox vaxtı yəni yaxınlaşıb deyirlər ki, məsəl üçün deyək ki, bu linkə keçib baxıb görürlər ki, orada müəyyən bir yer var, amma UI-da görünür ki, orada yer yoxdur ya da azdır, ya hazırlanan dizaynla çox fərqlənir. O zaman onu qeyd edirlər. Belə isə tester olaraq o detalları yoxladığımız olmayıb. Hər halda indi yazdıq burada bir nümunə kimi bu haqda danışmaq istəyirdim ona görə. Növbəti test case'imiz Metaflix original menu item. Bax, bu Metaflix original menu item'ı əslində ayrıca bir ssenari olaraq biz yəni də yoxlayacağıq. Yoxlaya da bilərik, ümumiyyətlə də yoxlamalıyıq. Amma bunun üçün biz bir ssenari yaza bilərdik ki, yəni təkcə bu menu item'ı yoxlamaq üçün üzərinə aparanda rəngi dəyişir. Hətta onu burada ssenariyə də əlavə edə bilərdik. Ssenariyo 2-də də əlavə edə bilərdik ki, menu itemların üzərinə muşkanı aparanda rəngi dəyişsin. Görək dəyişir. Bəli, dəyişir və drop-down menü yaranır. Cinema hamısı menu itemların üzərinə. Sadəcə mən onu saxlayıram. Menu itemların funksionallığını yoxlamaq üçün həmin ssenaridə yaza bilərik ki, üzərinə aparanda drop-down menü çıxır, üzərinə klikləyəndə ayrıca Metaflix orijinal filmlər hissəsinə gedir. Filmlər itemı da ora aparır. Sub item gedir də bu artıq. Seriallar isə seriallara aparır. Burada film linkinə göndərir. Serial, sənədli filmlər və s. Hələlik biz ondan danışmırıq. Hələlik sadəcə bu menyunun görünüşündən danışırıq. Növbəti test case'imiz bildirir ki, həmin verify kateqoriyalar menu item. Deməli, Metaflix original orada olduğunu yoxladıq. Sonra kateqoriyalar menu item'ın orada olduğunu yoxladıq. Cinema Lab'ın orada olduğunu yoxladıq. Daha doğrusu kateqoriyalardan sonra gəldiyini yoxladıq. Top right elements. Top right elements burada bir dənə test case-lə yazmışıq ki, search icon var, globus icon var və bir dənə də button var, hansı ki, deyir ki, giriş et. Biz bura ikinci ssenari kimi acceptance criteria login edərkən nə dəyişir, onu qeyd edə bilərik. Əslində, login edərkən, yəni biz indi gəlin onu yazaq. Scenario 2 given I logged in to my account. When I see the
navigation. When I see the top right navigation menu items, then bunu belə bir şey də yaza bilərdik ki, gəlin bax burada belə dəyişək. Given I am not, amma bu sadəcə orada biz dəyişəndə login logout funksiyonalitəsini də yoxlayanda onu dəyişir, yaza bilərdik ki, orada icon dəyişir. İndi functional testing kimi biz burada sırf daxil olduqdan sonra nə baş verəcək onu yazırıq. I see the top right navigation menu items. The giriş burada yazaq button with text giriş, yəni giriş yazısı olan button changed to giriş eləyə bilərik. Mən qeydiyyatdan keçmişəm. Amma burada deyil. Bir dəqiqə. Deməli, mən giriş etmişəm, sadəcə bu brauzerda deyil, öz şəxsi profilimdə eləmişdim onu və hal-hazırda ekranda görə bilərsiniz ki, giriş etdikdə bu Metaflix-ə basıram, yəni həmin ekrana gəlir. Sadəcə icon insan iconuna dəyişir və biz də bunu orada yaza bilərik. Change to small human icon. İdealda həmin iconu bura yerləşdirə bilərik ya da link qoya bilərik ki, o hardasa onun görünüşü, yəni dizaynı necə olmalıdır o görsənsin. Mən bir dənə sadəcə baxım görüm, burada yox, başqa bir dəyişiklik olmadı. Yəni navigation menyuda giriş etdiyimə görə heç nə dəyişmədi. Bir dənə bu icon dəyişdi. Əvvəl giriş et idi, indi sadəcə insan şəklidir ki, burada biz artıq account-a daxil olmuşuq. Bunun üçün də normalda biz elə bir dənə test case yaza bilərik əlavə. Amma hələlik gəlin 6-cıya baxaq. Validate overall layout consistency. User is not signed in. User navigate to the home page, verifies that all elements appear in the correct order and alignment as described in the scenario. Normalda bu yaxşı test case deyil. Belə bir test case məncə yaramır. Biz bunu silirik. Biz onun əvəzinə bir dənə test case 6 yazırıq. 6. Və burada yaza bilərik ki, verify button giriş has changed for logged in user. Burada artıq yaza bilərik ki, given həmin əslində çox oxşar olacaq test case-lə ssenari. Belə yazırıq. Uzatmadan. Deməli, bizdə burada given when-dən yazılıb. Normalda daha yaxşı təcrübə olar ki, əgər biz addımlarının hamısını bir-bir yazırıqsa. Bu sadəcə UI elementlərdir. Funksionallıq o qədər yoxdur. Ona görə belə yazmaq daha rahatdır. Funksionallıq olsa isə, misal üçün, burada I logged into my account yazmaqdansa, bu test case-in steplərini yazmaq olar ki, get giriş düyməsinin üzərinə kliklə, ondan sonra ekranda gələn formu doldur, nömrə və passwordu daxil ol və ondan sonra loqonun üzərinə kliklə ki, əsas səhifəyə gəlsən. Çünki daxil olanda gördüyünüz kimi mən subscription hissəsinə gedirəm ki, orada abunə olub, ödəniş edib sonra artıq video kinolara baxa bilərəm.
Deməli, birinci ssenari ilə bağlı bu qədər. Sonra bizdə nə var orada? Geri qayıdıram. Bu yuxarı top menyu idi. Ondan sonra gedirəm aşağı və yazıram ki, below the navbar section, below the top navbar yaza bilərik bura. Below the navbar section, I see big image carousel with the arrows on both sides and big image in the middle. Bu burada deyirəm ki, yəni karusel var. Normalda biz həmin karuseli görürük. Budur. Yəni o tərəfə bu tərəfə getməli olan karusel. Və həmin karuseldə əslində şəkil dəyişmir. Yəni biz görürük ki, şəkil həmişə eyni olaraq qalır. Bilmirəm, bu dizaynı belə qurulub, yoxsa dəyişməli idi, sadəcə dəyişmir. Sadəcə qeyd edirəm ki, belə bir karusel var və qıraqlarında oxlar var, arrows. Ondan sonra deyirəm ki, karuselin şəklinin title'ı var, of the movie. Bunu, həmin bu title'ı nəzərdə tuturam. Hətta belə yazmaq olar. The carousel has burada yazmışam, below the title I see small description which ends with 3 dots. Amma biz belə yaza bilərik. Orada olan budur. Deməli, yuxarıda title'dır. Sonra description'dır. Hətta small description'dır. Yəni sadəcə description deyil. Small description'dır. Ondan sonra nədir? Button'dır. Maraqlıdır. Bax, o burada bu işarə nəyə görə çıxır? Mən gətirirəm, qaranlıq olur, sonra çıxır. Deməli, üzərinə klikləyirəm, göstərir ki, açıldı, sonra itdi. Qırağa çıxan kimi itdi. Amma heç bir səs eşitmirəm. Bəlkə deyin. Heç bir səs gəlmir. Nə funksionallığı var bu knopkanın burada, başa düşmədim. Amma yəni də hər halda var. Hal-hazırda biz sadəcə ekranda olanda onu göstərmir, ancaq muşkanı üzərinə gətirəndə onu göstərir. Biz onu burada ayrıca yaza bilərik. Below the title I see small description which ends with 3 dots. Below the small description I see red button. Sonra burada red button haqqında danışıram və buraya əlavə edə bilərik ki, when I hold mouse on the carousel, I see the image becomes black and aşağıdan yazaq. And audio, hətta yox, muted audio icon appears next right to the red izlə button. İzlə button. Bu da növbəti bir baş verən hadisədir ki, burada biz onu burada qeyd etməli idik. Və burada qeyd edirəm ki, yəni birinci image olur and it's not scrolling automatically. Ola bilər ki, yəni bu sadəcə yaradıcıların yanaşmasıdır ki, elə birinci qalsın, dəyişməsin. Və ondan sonra deyirəm ki, the image change to the next if we click on the arrow on the right. Gəlin qaydaq ora. Bu deyildi yox. Amma əslində burada da baxa bilərik də, fərqi yoxdur. Deməli, bunun üzərinə kliklədik, deməli növbətiyə keçir.
Sonra yenə kliklədik, yenə keçdi. Amma bu tərəfə geri qayıdır. Birincidə olanda bunu klikləyirəm, geri getmir. Yəni heç nə baş vermir. İndi bu ola bilər ki, bu da sadəcə onların yanaşmasıdır ki, belə olsun. Məndən olsa məncə dəyişməlidir. Onu bilmirəm, bəlkə də izləsələr bizim kanalı ya soruşsalar deyə bilərik. The image change to the next if we click on the arrow on the right. Sağ tərəfdə olana kliklədik, gedir. The come back to the latest image, we need to click the left arrow. Düşünürəm ki, o sadəcə sonuncu şəkildir, yüklənilən və istifadə olunan. Ona görə odur. Yəni yeni film əlavə etsələr, yeni sezon, yeni nəsə, yeni ən sonuncu çəkilişləri olsa, o daima birincidə qalacaq və ən birinciyə çatanda həmin şəkli artıq ondan sola getməyə yer olmayacaq. Yəni sona çatdığımız kimi bir şey olacaq. Gəlin bir dənə də məqamı yoxlayaq. Biz ancaq sağa getsək, axırıncıya çatdıq, görürsüz, axırıncıya çatandan sonra heç nə dəyişmir. Yəni burada belə bir funksionallıq var. When I hold bunu da qeyd elədik. Bu da bizim bir növ növbəti ssenariyimizdir. Bunu da kopya eləyək. Bu bizim ssenari 1 idi. Mən indi başqa bir fayl yaradıram. Scenario 2. Və burada bunu yerləşdirirəm. Bu ssenari 2 üçün də biz test case'lər yaza bilərik. Hətta istəsəz özünüz də yaza bilərsiniz. Hələlik keçək ondan sonrakıya. Ondan sonra gəlir bizdə body hissəsi. Body hissəsində bizdə nə var? Deməli, karusel, burada qeyd edirəm ki, below the carousel we have on the section with the title below the carousel, burada yəni ki, vergül olmalıdır. We have the section with the title and carousel, another carousel. Another carousel. Deyirəm ki, yəni bu yuxarıdakı karuseldən sonra bizə başqa bir title olan və header olan, daha doğrusu elə title olan karusel göstərilir. Deməli aşağı düşsək, burada bu arada burada məsəl üçün nəsə action var. Gənc qızın burada səs acınacaqlı gəlir. həyatı. Xəstə gözəldir, vəziyyəti çox ağırdır. Burada elə bilin ki, Ailə videonun, dəyərlərinə qurban bu verilən seriyanın, sevgi. kinonundur. Gözəl, mən səni sevirəm. Demosu var, treyleri Qısqanc. var. Ən birincidə yox idi. Ona görə səs gəlmirdi, heç nə baş vermirdi. Deməli, Netflix orijinal filmlər və burada qırmızı xətt var. Bu tərəfdə daha çox yazısı var və ən çox yerləşdirilən item deyək də, burada karuselin itemları 6-dır. Az olarsa sadəcə o 3 dənəsi göstərəcək. Amma çox olarsa bu sadəcə yellənir. Sağa sola gedir, amma burada bir dənə məqam var ki, necə qurulub. Deməli, biz indi burada sadəcə bu forma üçün bir dənə test case ssenarilər yazacağıq və ona uyğun da test case'lər yazmaq olar. Ssenariyi mən belə yazmışam ki, karuselin aşağısında, yuxarıdakı karuselin aşağısında bir section var. Harda ki bizdə title var və digər bir karusel var. Title-ın bir dənə qırmızı xətti var, hansı ki vertikal durur və mətn var ki, hansı ki deyir Netflix orijinal filmlər. Ondan sonra eyni line-da, yəni eyni sırada bir dənə başqa bir qırmızı mətn var, text. Harda ki yazılıb daha çox. Yəni fikir versək, burada bu button kimi göstərilməyib, sadəcə mətn kimi göstərilib və daha çox align to the right. Yəni sağ tərəfə sıxılıb. Ondan sonra onun aşağısında biz karusel görürük. Karusel maksimum 6 dənə item göstərməlidir bir sırada və hər dəfə hər karuselin itemi cover fotosu var, yəni üzərində olan şəkil var. Bu YouTube-da thumbnail gedir. Burada cover foto kimi gedir. Yəni yazmışam. Və biz title-ı görməliyik. Həmin o kinonun adını. Hətta title yox.
Biz nə yaza bilərik burada? You should see movie name. Movie name yazaq da. Yəni ki, movie name'dir. Year and category below the cover photo. Biz bura movie name yazaq. Demək, cover photo olacaq. Onun aşağısında kinonun adı olacaq, ili olacaq və nöqtə kimi nəsə var burada. Sonra kateqoriya olacaq. Gördüyünüz kimi odur, aşağısında ildir və kateqoriyası komediyadır. Bütün hamısında eyni qaydada qeyd olunub. Hətta görürsüz burada kateqoriya deyil, kateqoriyalar. Kateqoriya olacaq. Və mən burada bilmirəm, qeyd eləmişəm yoxsa yox. Burada biz belə aşağıda qeyd edə bilərik ki, əgər eyni zamanda fərqli kateqoriyalara aiddirsə bir yer yaz burada. Aiddirsə, o zaman vergül ilə sadalanacaq yazım bura. Sadalanacaq. Ümid edirəm Azərbaycan dilini korlamıram. Bura yazıram məsələn kateqoriya. Hətta belə eləyək, bunu kopya eləyək. Sırf bu hissəni. Burada belə qoyaq. Bunu qoyaq kateqoriya 1. Kateqoriya 2. Amma mən Azərbaycan dilində keçməli deyildim. Burada ingilis dilində yazmalıydım. If there are more categories, then it will be split by comma. Məncə belə olmalıdır. Yəni nümunə kimi də göstəririk də kateqoriya 1 və hətta bunu da kopya eləyib buradan kateqoriya 3 də yaza bilərik. Bir dənə yəni anlaşılmamazlıq olmasın. Mən ingilis dilində yazıb Azərbaycan dilində danışmağım sırf izləyicilərimizin təhsili ilə bağlıdır. Mən fikirləşirəm ki, ingilis dili çox önəmlidir və hamımız xarici bazara çıxmağı bacarmaq üçün, ümumiyyətlə dünya səviyyəsində güclü rəqiblər olmaq üçün bizim də biliyimizə, yəni ingilis dili bilməyimizə ehtiyac var. Əlbəttə Azərbaycan dilini yaddan çıxartmırıq. Carousel automatically moves elements by one to the left, and when it achieves the final item, it moves all the items to the right, getting the first item at the beginning. Bunu funksionallıq olaraq burada izah eləmişəm, çünki fikir verdim ki, pattern necə gedir. Yəni biz görürük ki, tərpənməyəcək mənim acımla. İndi görürüz, o tərəfə getmişdi, geri qayıtdı hamısı ən birinciyə kimi. Bu patterni gördüm və onu da qeyd elədim. Yəni bizim məqsədimiz təkcə xətaları tapmaqdır, ümumiyyətlə funksionallığı bir-bir yazıb onları yoxlamaqdır. Növbəti bizdə gəlir, biz mausu həmin bu karuselin iteminin üzərinə, yəni elementinin üzərinə apardıqda özünü necə aparır? Gördüyünüz kimi rəngi bozarır və burada play düyməsi yaranır. Play düyməsinin üzərinə aparanda qızarır. Hətta bunu da qeyd edə bilərik ki, üzərinə aparanda biraz geri çəkilir kimi bir şeydir. Yəni bu biraz detallardır. İndi biz hal-hazırda detalların üzərinə gedə bilmirik. Amma böyük ehtimal ki, development vaxtı ola bilsin ki, onu müzakirə ediblər ki, belə aşağı-arxaya getsin ya getməsin.
Nəysə, burada onun aşağısında qeyd edirəm ki, icon ağ rəngdədir və ağ rəngdə bir dənə yumru circle var orada və yumru elə circle ilə yumru deməkdir, dairə, hə, dairə var və həmin o dairənin daxilində görünməz başqa bir dairə var. Bu ağ dairə digər bir transparent, görünməz dairənin daxilindədir. Yəni fikir versəz, biraz çətindir, amma fikir versəz, bax burada görürsüz necə gəlir, harda daha yaxşı görsənir o. Yəni çətinlik görmək, amma burada əslində arxada bir dənə də transparent bir dənə dairə var. Yəni biraz batına 3D effekti verir. Həmin o transparent olan rəngi qırmızılaşır. İndi mən də onu burada qeyd etməyə çalışdım. When I hold on the circle, I see transparent circle change the color to the red. The color to the red. Bu da bizim əslində ikinci ssenarimiz ola bilər. Üçüncü hətta. Bir dənə də belə bir şey yaradaq. Hansı idi? Bu şeydir. Əsas karuseydir. Bu üçüncü ssenaridir. Ssenari 3. Bu üçüncü ssenaridir və biraz uzun oldu. Bu ssenari haqqında da test case'lər yazmaq olar. Mən bu videoda AI-dan istifadə elədim. Yəni göstərmək üçün ki, biz AI-yi necə istifadə edə bilərik. Amma çalışın hələlik test case'ləri özünüz yazasınız və özünüz yazmağa öyrəşdikdən sonra artıq AI ilə eləmək daha yaxşı olar. Növbəti mən burada qeyd edirəm ki, aşağıda eyni sectiondir, sadəcə Azərbaycan filmləridir. Bunu bir ssenari kimi yazısı olsaq, burada yoxlamaları ayrıca bir dənə user story yaza bilərik, hansı ki yoxlayır ki, hər kateqoriyaya görə ya hər sectiona görə müəyyən bir məntiq var. Məntiq nədən ibarətdir? Ona əsasən də o karusel itemları göstərir. Nəyi demək istəyirəm? Deyək ki, məsəl üçün Bizim kafe komediyadır. Bu Azərbaycan filmlərinin də daxilində olmalıdır, yoxsa yox? Mən hal-hazırda Azərbaycan filmlərinin daxilində görmürəm. Bizim kafe amma Azərbaycan filminə oxşuyur. Bilmirəm dəqiq Azərbaycanlı yoxsa yox. Gəlin daha çox eləyək. Daha çox da məsələn daha çox da mən bizim kafeni hələ ki görmürəm. Yoxdur. Ya, aid olmalı idi yoxsa yox? Mən düşünürəm ki, əgər elə yazıbsa, bəlkə də olmalı idi. Nəysə, buna gərək kim baxsın? Bu saytı gərək Rəfin kəşf etsin və Kinozavr da bunlar haqqında danışsın, biz də bilək. Nəysə, uzun sözün qısası. Bunları qısaca belə yazdım. Sonra footer hissəsinə keçdim. Footer hissəsində bu yazdıqca da enerjim ölürdü və daha qısa və konkret yazmağa çalışırdım. Ona görə below the last carousel I see footer which has 4 sections. Kömək al, telefonda izlə, Smart TV-də izlə, sosial şəbəkələrimiz. Burada mənim üçün qaranlıq qalan və suallar yaranan məqam çox oldu. Gəlin göstərim niyə. Deməli, bax, kömək al. Mən bu linkin üzərinə klikləyirəm, heç nə baş vermir. Amma link formasında qoyulub. Əgər link formasında qoyulubsa, inanıram ki, burada nəsə baş verməli idi. Amma baş vermir. Bu, yəqin ki, məndə Outlook-u açmalı idi ki, avtomatik orada e-mail yazmaq imkanı olsun. FAQ-ya klikləməmişəm. Hal-hazırki ssenaridə sadəcə burada olan görünüşlərdir. Yəni bunların həqiqətən də burada olmasını yoxlayırıq. Amma funksionallıq üçün ayrıca bir dənə story və ya test case'lər yazası olsa, biz mütləq ki, gəlib bunu klikləyəcəyik və görəcəyik ki, baş vermir. Bu xəta kimi göndərə bilərik. Ondan sonra telefonda izlə, bunları yoxlamamışam. Üzərinə kliklədikdə bizi App Store-a həqiqətən də göndərir yoxsa yox. Google Play-i yoxlamamışam. Android TV və LG bilmirəm bunlar nədir.
Yəni də yoxlamaq olar, daha doğrusu lazımdır. Sonra gəlir sosial şəbəkələr. Sosial şəbəkələrdə də biz üzərinə klikləyib həmin sosial şəbəkələrə keçib yoxlayırıq. Onlar üçün də ayrıca test case'lər yazmalıyıq. Hərəsini bir ssenari kimi götürüb ayrı-ayrı ssenarilər yaza bilərik. Məsəl üçün biz bunu bir dənə user story kimi götürsək, sosial şəbəkələri, hər ssenarinin birinci ssenari olacaq ki, mən gəldim, Instagramın üzərinə kliklədim, Instagram səhifəsinə keçdim. Mən gəldim, TikTok üzərində kliklədim, TikTok səhifəsinə keçdim. Mən gəldim, Facebook üzərinə kliklədim, Facebook səhifəsinə keçdim. Və bu YouTube. Bunları biz ssenari kimi yazıb test case'ləri yaza bilərik. Məsəl üçün ola bilər ki, bu footer hər yerdə yerləşir də. Məsələn, başqa səhifəyə keçdim, ondan sonra həmin şey elədim. Başqa bir ssenari yazmaq olar. Ssenari və test case'ləri yazmağı artıq bildiyiniz təxminən necə yazırsınız, ona uyğun daha çox yazıb, daha çox yoxlama eləyib paylaşa bilərsiniz. Məsəl üçün, mən bu saytı elə yazana qədər burada məsəl üçün istifadəçi əvəzinə istifaçı hüquqları yazıldığını gördüm. Yəni bu qeyd etdiyim məqam bunlar idi ki, bu üzərinə klikləyirəm, heç nə baş vermir. Hələ dilləri dəyişməmişəm. Dilləri dəyişsəm bilmirəm necə olacaq. Dilləri dəyişəndə dil dəyişdi. Rus dili, türk dili, başqa burada heç nə yoxdur. Ondan sonra kullanıcı gizlilik çerezlər. Yəni, Azərbaycan dilinə qaytaraq. Hələlik düşünürəm bu qədər. Video biraz uzun alındı. Planlaşdırılırdı ki, belə bir uzun bir şey alınacaq. Növbəti videoda böyük ehtimal ki, biz artıq bunlar üçün test case'lər yazacağıq. Gələcəkdə ola bilsin automation'ını da edək. Hal-hazırda siz below I see the thin line yazmışam. Baxın, burada Metaflix'in əsas səhifəsinə gedək. Burada bir dənə xətt var və xəttin altında belə bir mətn var. Bir də bu 3 dənə clickable textlərdir. Mən nə yazmışam? Link text. Yəni clickable yazaq. Clickable daha doğru olar. İstifaçı hüquqları, məxfilik, cookie'lər. Ümid edirəm ki, nəzərdə tutmurlar istifaçı yazmaq, istifadəçi yazmaq istəyirlər. Mən hələlik necə var elə yazmışam. Hələlik bu qədər. Əgər suallarınız varsa, video maraqlı gəldisə, mütləq şəkildə şərh hissəsində bunu bildirin. Belə bir videonun yenidən yayılmasını istəyirsinizsə, canlı yayım açmaq imkanı çətin olur, edə bilmirəm. Ona görə əvvəlcədən yazıram, necə var elə də paylaşacağam. Bir də bizim Udemy kurslarımız var. Postman dərsləri var və Manual QA dərsləri var. Onları əldə etmək istəsəz bizimlə əlaqə saxlayın. Biz sizə daha sərfəli şərtlərlə onu təklif edək və manatla əldə edə bilərsiniz. Bir də bizi Ko-fi Al platformasında dəstəkləyə bilərsiniz ki, YouTube-da daha çox belə videolar paylaşaq, sizə də köməyə çatsın. Hələlik bu qədər. Gələn görüşlərədək kanala abunə olmağı unutmayın. Mütləq hər hansı bir şərh saxlayın ki, bizim də video aktuallaşsın. Sağ olun.